Salamlar dostlar, mən Qasım Hüseyin. Bu ilə sizlərlə birlikdə yepyeni bir videoya qarşınızdayım. Şu anlar bu ilə başlıqda da gördüyünüz kimi Tekken 6 oynayacağıq dostlar. PSP-də Tekken 6 ilk dəfə oynayacağıq. Mən daha doğrusu profil açmışam Tekken 6-da. Lakin indi ilk dəfə oynayacağım sizlərlə birlikdə. Dostlar, görürsünüz ki PSP-də artıq demək olar ki bir çox oyunlar oynamışam. Məsəl üçün GTA Vice City, PSP PES 14, məsəl üçün UFC 2010 Unspeeded, UFC 5, sonra ona əlavə GTA Liberty City, FIFA Street kimi oyunları mən oynamışam. Bir çoxunu da sizə paylaşmışam. Məsəl üçün FIFA Street, UFC 5, UFC 2010 Unspeeded. Sonra ondan əlavə olaraq GTA Vice City kimi oyunları mən sizlərlə paylaşmışam. Bu günlərdə Tekken 6 oynayacağıq və bunu da sizlərlə birlikdə paylaşacağım. Bir sonraki videomuzda isə mən planlaşdırıram ki Ben 10 videosu çəkim. Ben 10 bir dəqiqə. Ben 10 Protector of ARC oyununu oynayıb sizlərlə paylaşacağım. Belə göstəreyim. Ben 10 Bəli, Ben 10 oyunu oynayacağım. Bilirsiniz ki Ben 10 həqiqətən də dünya üzrə tanınmış bir çizgi film olub. Yəni dünyanın ən populyar çizgi filmlərindən biri olub və onlar da belə bir oyun çıxardıblar. Ben 10 Protector of Ears. Burada görevlərimizi zaten bilirsiniz. Bizim oyuna başlayanda bizim saatımızın, əlimizdəki saatımızın enerjisilərinin çoxsu bitmişdi və sadəcə 2 dənə karakter əlimizdə var idi. 4 qol və alov atan, yəni belə deyim, sizin başa düşəcəyiniz dildə deyim. Bu iki karakterlərlə diğer 3 karakteri tapıb, 3 karakterin enerjisini tapıb doldurmalı və ondan sonra da oyunu bitirməliyik. Məqsəd orada da belədir. Lakin biz bu günləri Tekken 6 oynayacağıq. Tekken 6'da da dostlar bilirsiniz, yəni dünya tarixinin ən güclü, belə deyim, ən populyar döyüş oyunlarından biri olub Tekken 6. Retro oyundur bu biraz, belə deyim. Tekken 6 PSP üçün çıxıb, plus PlayStation üçün də sonra çıxmışdı Tekken 6. Həqiqətən də mənim o vaxtı bəyəndiyim, ən belə bəyəndiyim döyüş oyunlardan biri olmuşdu. Gəlin o zaman Tekken 6 oynayaq. Tekken 6 giriş edirik gördüyünüz kimi. Biraz ses vereyim. Burada Story Battle var. Arcade Battle var. Biz bugün ne oynayarıq? Story Battle oynayaq. Yoxsa Just Battle oynayaq? Just Battle oynayaq. Just Battle oynayaq bu səfər. Hansı karakteri seçək? Random seçək yoxsa Roger Junior'u? Burada bilirsiniz en güçlü karakterlerden biri Kazuya'dır. Ondan sonra Lei'di. Sonra Bayek'di. Böyle diyeyim. Jack 6'dır. Kadın karakterlerden Hyo'ydu. Çok güçlü o da. Sonra Alisa'dır. Ondan sonra Lee'di. Lee kadın değil ama ümumiyyətlə güçlülər sayıram. Daha güçlülərlə nisbətən. Bruce var burada. Həqiqətən Wang var. Random atak. Random. Vars'la oynuyoruz. Vars. O kadar da güçlü olmasa da güçlü dövüşçüdüler. Ve Panda'ya karşı oynayacağız. Oy oy oy. Bam bam. Oba. Biraz ses verin. Panda'nı nakavt eləmək üçün çıxmışıq meydana. Və texnik nakal. Deyilən mən ona gələn ilk oyunlardan biri. Burada belə bir Instagram və Tekken 6'ya və Tekken 6 videolarına hal olur. Hər ki
gücləşməyi tam öyrənməmişəm, yadımdan çıxıb. Gücləşə bilirdim. İndi gücləşməyi yadımdan çıxıb. İndi biz Pao ilə mı döyüşək? Özü seçək. Pao 3-cü yerdəydi. Nakavt eləyə bilərikmi? Biraz Kazuya nakavt eləmək həqiqətən çətindir. Burada sizə bir taktika verin. Bəzi döyüşçülər üçbucaqla kvadrata tez-tez basanda tez-tez yumruqlar atır. Bəziləri ya. Hoppa! Kazuyanın ətər atdığı yerə. Ay ay ay. Kazuyanı KO elədik. You win. Amma ikinci görə nakavt eləyə biləcəyim ilə. Təpi ilə başına bir başına. Oy oy oy, ayağımıza vurdu. Yumruqlar, yumruqlar, ayaqlar, super. Bir dənə də təpi, döşək. Biraz belə oynayaq. Bu təpini çox bəyənirəm mən döyüşçümüzün. Ben burada qabağa saltonu bilmirəm, nə olacaqdılar. Oy oy oy. Və KO. Texniki nakavt elədik. Təbii ki də 7-ci ilə döyüşəcəyik. Yedinci sırada olan döyüşçü Armada King ilə döyüşür. Ranking maçı oy oy oy. Oy oy oy. Pələngdir bu. Hoppa. Bir təpi. Oy oy oy. Hoppa. Çox gözəl idi bu. Biz Təzləri. Və you win. İlk roundu aldıq. İndi ikinci rounddadır sıra. İkinci roundu da alaq. İkinci roundda möhtəşəm bir təpi. Bir təpi daha. Ay ay ay. İndi də vurmağa başladı. Oy oy oy, bu yumruq çox bərk idi. Çox bərk yumruq atdı bizə rəqiblik. Bir zaman təpi yaxın belə oldu. Bir dənə də belə görürük. Çox böyük hasar verdi. Amma biz də böyük hasar verdik. Və KO. Texniki nakavt elədik. Üçüncü olanla döyüşəcəm. Üçüncü olan DJ ilə King ilə döyüşürəm bu səfər. Bayaq ki King deyil, əsl King budur. Əsl King budur. Bayaq ki Kingin nə bilim nə idisə. Qardaş biz boş deyilik. Oy 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 oy. Bir dənə təpi. Hoppa, hoppa. Orası bizim canımızda qalıb bizdə. Oh, oy oy oy, geri düşür. Oy oy, biz de o yere tuttuk. Texnik
Knockout elədik yine. İlk roundu. İkinci round. Bir daha kötü olmadı. Kol eləyə yalnız. Tatillərlə. Ağırdı. İlk roundu knockout elədi bizi və final rounda keçirik. İkinci roundu knockout elədi bizi. Keçirik ikinci rounda. İkinci rounda daha doğrusu. Oy oy oy. Yok. Bu olmamalıydı bak. Bizi dur. Kayıt eləyək. Save new ghost data. Biz Lars'la dövüşürdük ve onu knockout'a da dedirdik. İndi bir tane de belə basaq. Leo ilə də eğer uda bilməsə bunu bu videonu da elə burada da bitirəcəm dostlar. Düz inanmam Leo ilə udduğa. Bunun üçün Leo biraz zayıf karakterdir. Hadi. Gördünüz 2 yumruq açdım. Ay da orada tap yatabilseydim. Oy. Great. İlk rounda apardık. Leo ile ilk rounda apardık. Hal-hazırda o kadar odaklanmışam ki. Ona göre sessiz oynayıram. O təpi kaş dəyəydi. Və ikinci roundu da apardı. Final roundu. Hoppa. Ama can azdı bizim de. Onunki daha azdı. Ay bizimki daha da azaldı. Ve KO geçey. Leyla döşüyü. 5. ile Leo'ya karşı. Göre. Round 1. Şampiyonu. Yine Pele tam yerine knockout eləsin ama
ki kvadrata vurub yumru ilə kvadrata vurub öldürdüm. Bilməm nə oldu. Nəyəsə bastım. 7-ci ilə niyə döyüşürəm mən? Amma mən birinci ilə getməkdən daha da aşağılarla döyüşürəm. Round 1. Oy, sıfırdan da varsa yəni KO qəşəng. Round 2-da görək bunu knockout eləyə biləcəkmi? Kvadrata basa KO elədi yedim yavaş kvadrata basa. Nəysə dostlar, burada da elə videomu bitirirəm. İnanıram ki, videonun xoşunuza gəldi və çox sevdiniz. Əgər bu videonu sevdinizsə dostlar, videonun başında deməyə adına çıxdı. Əgər bu videonu sevdinizsə dostlar, ən azından bu videoya 15 like atıb kanalıma da abunə olmağı unutmayın. Əgər gələn bölümdə Ben 10 oynamağımı istəyirsinizsə şərhlərdə bildirin. Əgər yox, UFC 5-də Kayerov'u devam elətdir desəniz, onu elətdirəcəm. Kayerov'u devam elətdir dediyimiz, yəni açıqlamada zaten bildirmişəm ki, Kayerov səbəbsiz yerə gedib. Buna görə də, daha doğrusu səbəbsiz yerə yox, PSP'nin xətasına görə daha doğrusu PSP'nin save data xətasına görə Kayerov silinib. Əgər yeni Kayerov yaratmamı istəyirsinizsə şərhlərdə bildirməyi unutmayın. Bu videoya ən azından 15 like gəlsə, tez və video gələcək dostlar. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.